Sınavın izahını verirəm uşaqlar. Birinci, müsbət Q0 yükün yaratdığı elektrik sayəsində müsbət Q yükün A, B, C, D, A qapalı trayektoriyası üzrə hərəkət etdirmişlər. Hansı hissədə nöqtəvi yüklər sisteminin potensial enerjisi artır? Deməli, sahəni yaradan yükümüz uşaqların müsbət Q0'dır. Sahədə hərəkət etdirdiyimiz sınaq yükündə işarəsi müsbətdir uşaqlar. Deməli, bu da müsbətdir. Hərəkət etdirdiyimiz sınaq yükün miqdarı da müsbətdir. Gəlin indi baxaq görək hansı şərt daxilində potensial enerjimiz artar. Yüklü zərrəciyimiz yavaşlayan hərəkəti icra edərsə potensial enerjimiz artacaq. İndi gəlin baxaq görək hansı aralıqda BC və yaxud da DA aralığında yüklü zərrəciyimiz yavaşlayan hərəkəti icra edəcək. İntensivlik sahəni yaradan yükün miqdarına görə, işarəsinə görə intensivlik xətlərini çəkir uşaqlar. Müsbət olduğuna görə intensivlik xətləri çıxır ondan. Sonra bu yüklü zərrəcinin hərəkət sürətinin istiqamətidir. B-dən C-yə aparırıq. İntensivlik xəttinə görə biz müsbət yüklü zərrəciyə təsir edən qüvvənin istiqamətini göstərəcəyik. Demişdik ki, müsbət yüklü zərrəci intensivlik istiqamətinə qüvvə təsir edir. Deməli, uşaqlar V ilə F eyni istiqamətli, V ilə F eyni istiqamətli yönəldirsə, deməli, yüklü zərrəciyimiz yeyinləşən hərəkəti icra edir. Deməli, şərtimizə uyğun gəlmədi. Bu hissə BC aralığı şərtimizə uyğun gəlmədi. İndi gəlin DA aralığına baxalım. Müsbətdir. Bu istiqamətdə D-dən A-ya gətirirəm. Deməli, burada yüklü zərrəciyə təsir edən qüvvənin istiqamətini çəkəcəm. İntensivliyə görə elə intensivlik istiqamətinə qüvvə təsir edir. Deməli, baxırıq ki, qüvvə ilə sürət necə yönəldi? Əks istiqamətdə yönəldi. Onda yüklü zərrəcimiz hansı hərəkəti icra edəcək? Yavaşlayan hərəkəti icra edəcək. Deməli, bizim şərtimizə uyğun gəldi. DA. DA, Y variantı. 1-ə Y variantı. 2. Deyir, sükunət vəziyyətindən OX oxu boyunca hərəkət edən cismin koordinatının zamanlansılı qrafiki verilmişdir. A və B nöqtələrinə uyğun anlarda cismin malik olduğu təcillərin modullar arasında hansı münasibət doğrudur? Uşaqlar, deməli, təcillər arasında biz A nöqtəsinə, B nöqtəsinə təcillər arasındakı münasibəti yazmalıyıq. Baxırıq ki, X-in T-dən asılılığı necədir? Parabolik asılıdır. Parabolik asılıdırsa necə hərəkətdir? Bərabər təcilli hərəkətdir. Özdə bərabər təcilli hərəkətin bərabər yeyinləşən hərəkətidir. Və bərabər təcilli hərəkətdə demişdik ki, eyni qrafikin üzərində bütün nöqtələrdə bizim təcillərimiz nədir? Ədədi qiymətcə bərabər. Yəni A1 bərabərdir A2-yə. Cavabımız olacaq, yəni AA bərabərdir AB-yə. Cavabımız olacaq C variantı. Hesablamağa ehtiyac yoxdur. Gördünüz ki, X-in T-dən asılı parabolikdir və eyni xəttin üzərində, eyni qrafikin üzərində nöqtə verilibdir. Orada təcillər bərabər olacaq. 3. Üfüqi müstəvi üzərində deməli, hərəkət edən cismə onun sürəti istiqamətində yönəlmiş sabit dartı qüvvəsi təsir edir. Dartı qüvvəsi sürtünmə qüvvəsindən böyük olarsa, cisim necə hərəkət edər və sürtünmə qüvvəsi sabitdir. Uşaqlar, deməli, üfüqi səthi üzərində dartı və sürtünmə qüvvəsinin təsiri altında hərəkəti yadımıza salaq. Deyir ki, deməli, sürət istiqamətində yönəlmiş sabit dartı qüvvəsi. F-imiz dartı qüvvəmiz. Sonra bilirik ki, onun əksi istiqamətdə F sürtünmə. Dartı və sürtünmə qüvvəsinin təsiri altında hərəkətdə biz dartı və sürtünmə arasındakı münasibətə görə, yəni ədədi qiymətlər arasındakı münasibətə görə yüklü zərrəcinin necə hərəkət etdiyini müəyyən edə bilirdik. Yəni, dartı qüvvəsi deyir ki, sürtünmə qüvvəsindən böyük olarsa, F dartı, F sürtünmədən böyük olarsa, yüklü zərrəcimiz necə hərəkət icra edəcək? Bərabər yeyinləşən hərəkəti icra edəcək. Cavab B variantı. 4. Deyir ki, rezistorlardan keçən cəryan şiddətləri arasında hansı münasibət doğrudur? Gəlin baxalım görək. Birinci R2 ilə R3-ə baxıram. Cəryan şiddətləri müqayisə etmək üçün. Ardıcıl dövrədir. Ardıcıl dövrədə biz cəryan şiddətləri demişdik ki, necədir? Eynidir. Yəni, müqavimətlərə baxıb cəryan şiddətləri müqayisə etməyəcəyik. Ardıcıl dövrədirsə artıq avtomatik yazacağıq. I2 bərabərdir nədir? I3-ə. Ardıcıl dövrədə cəryan şiddətlərimiz eynidir. Sonra keçirik uşaqlar. İndi biz artıq cəryan buradan gəlir və müəyyən hissəsi buradan keçir, müəyyən hissəsi buradan bölünür, parçalanır. Müqavimətlərə görə bölünür uşaqlar. Deməli, aşağı müqavimətini, yuxarı müqaviməti neçədir? R. Bildik. Aşağının ümumi müqavimətini tapaq. Ardıcıl birləşmədə R ardıcıl nəyə bərabərdir? R1, R2 üstə gələ R3. Oradakı verilənlərə görə yazıram. O da bərabərdir. R2'miz R'dir, R3'miz də 2 R'dir.
Ümumi müqavimətimiz nə qədər oldu? 3R. Deməli, aşağının da ümumi müqaviməti oldu 3R. Cərəyan şiddəti də I bərabərdir U bölünsün R düsturuna əsasən. Gərginliyimiz sabit verilibdir. İ'miz R'dən necə asılıdır? Tərs mütənasib. Yəni, artıq cərəyan şiddəti harda böyük olur? Müqavimət kiçik olan yerdə. Deməli, ən çox hissəsi hardan keçəcək? R olan yerdə. Ona görə də I1'imiz də bunlardan böyük olacaq. I2, I3'ə bərabər olacaq və I1 də onlardan böyük olacaq. Baxalım görək hansı variant olacaq? B variantı. 5. Düz xətlə hərəkət edən cismin koordinatının zamandan asılı qrafik verilmişdir. Cismin kütləsi 8 kiloqram olarsa onun kinetik enerjisini hesablayın. Deməli, uşaqlar, kinetik enerjinin düsturu Y kinetik bərabərdir. M, V'nin kvadratı bölünsün 2'dir. O da bərabərdir. Bizdə M var, kütləmiz verilibdir, amma V'miz bilinmir. Ona görə də qrafik əsasən biz V'mizi də tapa bilərik. Bərabər sürətli hərəkətin qrafikidir. X-in T'dən asılılıq. Deməli, X çıxaq X0 bölünsün T düsturumuz var idi. X-imiz, deməli, başlanğıc koordinatımız neçədir? Başlanğıc koordinatımız X0'ımız 6'dır. X-imiz isə 4 saniyədən sonra 18'dir. Yəni, 18 çıxaq 6 bölünsün zamanımız da neçədir? 4. 18 çıxaq 6, 12, 12'nin də 4'ə 3. Deməli, sürətimizi də tapdıq. Y kinetik bərabərdir. Deməli, yerinə qoyaq ədədi qiymətləri hesablayaq. M-imiz 8'dir, sürətimiz 3'dür, içində kvadratı 9 bölünsün 2. Bunlar ixtisar getdi, qaldı neçə? 36. Cavab oldu A variantı. 6. Mayeyə tam batırılmış cismə təsirin Arximed qüvvəsi hansı failə təyin olunur? F Arximedin düsturu necə idi? F Arximed bərabərdir. Hamısı bir yerdə, hamısı batdıqda Rho maye, J, V batan düsturumuz var idi. Cismin bütün həcmi batdıqda onda V batan bərabərdir. V cisim yazacağım. Batan cismin həcminin yerinə V cisim yazacağım. Deyir ki, bütün həcmi batdıqda tam batırılmış cisim deyir. Onda F Arximed bərabərdir. Rho maye, J, V cisim. Rho maye deməli J, V cisim. D variantı. 7. Sabit kütləli ideal qazın halının dəyişməsi təsvir edilmişdir. A, B proses zamanı qaz molekullarının orta kvadratik sürəti necə dəyişər? Deməli, qaz molekullarının orta kvadratik sürəti. Gəlin baxalım, uşaqlar, deməli, A-dan B-yə keçibdir. Hansı kəmiyyətimiz sabitdir? Həcmimiz konstdur. V bərabərdir konst. İndi baxırıq ki, uşaqlar, orta kvadratik sürətin bir düsturunu seçməliyik ki, orada P olsun, V olsun, bir də kütlə olsun. M də sabit verib, M də konstdur burada. Verilmiş kütləli deyir. Orta kvadratik sürətin belə bir düsturu var idi. Orta kvadratik sürət bərabərdir. Deməli, 3 PV bölünsün M. Belə bir düsturumuz var idi. Baxırıq ki, deməli, uşaqlar, 3 onsuz da sabit bir rəqəmdir. Sonra həcmimiz də sabitdir, kütləmiz də sabit veribdir. Bizim orta kvadratik sürətimiz təzyiqlə necə asıldı? Kök altı düz asıldı. Yəni, orta kvadrat sürət mütənasibdir kök altda P ilə. Gəlin indi asıllığımızı quraq. Fikir verin, A-dan B-yə gələndə, A-dan B-yə gələndə təzyiqimiz 4P0'dan P0'a düşübdür. Təzyiqimiz neçə dəfə azaldı? 4 dəfə azaldı. Təzyiqimiz 4 dəfə azaldısa, orta kvadratik sürətimiz 2 dəfə azalacaq. Yəni, cavabımız olar 2 dəfə azalar C variantı. 8. Rəqs konturunda sarğacın induktivliyini 9 dəfə artırdıqda sərbəst rəqslərin tezliyi necə dəyişər? Uşaqlar, deməli, elektromaqnit rəqslərinin tezliyinin düsturu var idi. Nü bərabərdir. 1 bölünsün 2 pi kök altda L vuraq S. L burada induktivlikdir. İnduktivlik. Sarğacın induktivliyi S-də tutumdur. İndi deyir ki, induktivliyi S-ni sabit verdi. 2 punsa sabit cəmiyyəti S-ni də sabit verib. İnduktivliyi 9 dəfə artırdıqda bizim artıq nüyümüz 1 bölünsün kök altda L-lə tərs mütənasib asıldı. İnduktivliyimizi 9 dəfə artırmışıqsa, artıq bizim tezliyimiz 3 dəfə azalacaq. Cavab oldu 3 dəfə azalar Y variantı. 9. Deyir, radioaktiv parçaların nüvələrin nisbi sayının zamandan asılı qrafiki verilmişdir. Hansı halda nüvələrin yarım çevrilmə periodu ən kiçikdir?
Deməli, bizim belə bir düsturumuz var. Delta n bərabərdir. N0 açma örtəsi 1 çıxaq 2 üstü mənfi t bölünsün t düsturu var. Və bu düstura əsasən bizim artıq yarım çevrilmə periodumuz t'miz ən kiçik olması üçün zamanımız kiçik olmalıdır. Yəni 1 olacaq. Cavab A variantı. Deməli, 10 bircə elektrik sayəsində eyni kütləli zərrəciklərin təcilinin onların yükündən asılı qrafiki hansıdır? Deməli, eyni kütləli zərrəciklərin təcilinin onların yükündən asılığı. Bizim belə bir düsturumuz var idi. Bir cins elektrik sayəsində deməli, düsturumuz bir cins elektrik sayəsi A bərabər idi. QY bölünsün M düsturumuz var idi. Eyni kütləlidirsə, bir cins elektrik sayəsi deyirsə Y sabitdir. Eyni kütləlidirsə M'lər də eynidir. A'mız Q ilə necə asılı olacaq? Düz mütənasib D variantı. 11. Çeviri üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövr etmə periyodu 4 saniyədir. Deməli, böyük T'miz nə qədərdir? 4 saniyə. A vəziyyətindən keçəndən sonra, yəni A vəziyyətindən keçəndən sonra deyirsə, yəni A'dan başlamışıq hərəkətə. 7-ci saniyənin sonunda maddi nöqtənin sürət təcilin istiqamətini, sürətin və təcilin istiqamətini müəyyən etməliyik. Gəlin baxaq, 7-ci saniyə T bərabərdir. 7-ci saniyənin sonu deyirsə, elə 7 saniyə götürəcəm, 7 saniyə. Gəlin baxaqın görək, 7 saniyədən sonra bu cismimiz harada olacaq bizim? Çevrənin hansı nöqtəsində olacaq? T bölünsün, T düsturundan istifadə edərək 7 bölünsün 4. Gəlin böləyim bunu uşaqlar. Eləcə 1/4-də 3. Bizə tam hissə lazım deyil. Bu tam hissəni biz çıxdaş edirik. Bizə kəsr hissə lazımdır. 4-də 3. Deməli, buradan başlayanda görək 4-də 3 hara düşəcək? Burada 4-də 1, burada 2-də 1, burada 4-də 3. Deməli, 4-də 3-ümüz hara düşdü? T bərabərdir 4-də 3, T anı bura düşdü. Gəlin, indi bu nöqtədə özdə sadə əqrəb istiqamətini hərəkət edib. Biz bu nöqtədə sürətlə, xətti sürətlə təcilin istiqamətini göstərək. Sürətimiz bu istiqamətdə çevrəyə toxunan, təcilimiz isə mərkəzə doğru. Deməli, sola və yuxarı, sola və yuxarı, sola və yuxarı Y variantı. 12. Sükunət vəziyyətinə hərəkətə başlayan cisimlərə təsirən vəzlədici qüvvələrin proyeksiyasının zamandan asılı qrafik verilib. Euler-Venn diaqramda bu hərəkətlər üçün uyğun bəndləri müəyyən edin. Deməli, birinci baxırıq ki, sükunət vəziyyətindən başlayıbdır. V0 hərəkət. Deməli, V0-ımız 0-dır və birinci hərəkətimiz bərabər təcilli hərəkət olacaq uşaqlar. Baxın, çünki F-imiz nədir? Sabitdir. Birinci halda F bərabərdir, konstdur. F konstsa, deməli, bərabər təcilli hərəkətdir. 1 getdi elə birinci cismə. Sonra artan təcilli hərəkətdir. 2 isə artan təcilli hərəkət olacaq. Çünki görürsünüzmü? F-imiz ədədi qiymətcə getdikcə nə edir? Artır. Deməli, 2 getdi bura. Zaman keçdikcə sürətin qiyməti artır. Hər iki halda sürətin qiyməti artır. 3 bura getdi. Sonra keçirik, x oxu istiqamətində hərəkət edir. Demişdik ki, qrafikimiz zaman oxundan yuxarıdasa x oxu istiqamətində hərəkət edir. Deməli, birimiz görürsünüzmü, zaman oxundan yuxarıdadır. 4 getdi bura. Deyir, x oxunun əksi istiqamətdə hərəkət edir. Qrafikimiz haradadır? Zaman oxundan aşağıda 2-də. Qrafikimiz zaman oxundan aşağıdasa, deməli, x oxunun əksinə hərəkət edir. 5-də bura getdi. Deməli, birinci, ikinci və üçüncü yazılma metoduna baxın uşaqlar. Heç vaxt buradan variant axtarmayın. Birinciyə getdi 1-4, 1-4, ikinciyə getdi 3, birinciyə getdi 1-4, ikinciyə getdi 3, üçüncüyə getdi 2-5, 1-3, 1-4, 3, 2-5 A variantı. 13. Link və tərpənən blokdan ibarət sistem qüvvədə neçə dəfə qazanc verir? Demək, qüvvədə qazanc istəyir. Gəlin, birinci sistemin qazancını tapmamışdan əvvəl ayrı-ayrılıqda onların qazancını tapaq. Deməli, baxırıq ki, birinci linkin qazancını axtarıram. Linkin qazancı artıq burada tapmaq üçün bunu K1 ilə işarə edirəm. Linkin qazancını. Linkin qazancını K1 ilə işarə edirəm. K1 bərabərdir. Fikir verirsiniz, artıq kütlə asılıqdır. Onda hansı düsturdan istifadə edəcəm? Qüvvə qolu, qüvvə qolu. Bu qüvvə qolumuz buradır. Bir də kütlə qolu. Kütlə qolu. Gəlin baxalım görək, qüvvə qolumuz neçədir? Qüvvə qolumuz, bax, buradır uşaqlar. Buradan bura qədər olan məsafə, buradan bura qədər olan məsafə neçə olacaq? 1, 2, 3, 4, 5, 6.
Qüvvə qolumuz 6. Kütlə qolumuz isə uşaqlar, bax bura olacaq. Bax buradan bura qədər olan məsafə kütlə asılan hissə 1, 1, 2. Bölünsün 2. Neçə elədi bizə? Verdi 3. Yəni K1'imiz oldu 3. İndi keçəyin, bu necə blokdur? Tərpənən blok. Tərpənən blokda qüvvədə neçə dəfə qazancı əldə edirdik? 2 dəfə. K2'miz də 2'dir. Bu stabildir. K2 də bərabərdir 2. K sistemi tapmaq istəyiriksə, K1'i vuracam K2'yə. O da eləyəcək 2 vuraq 3 bərabərdir 6. Deməli, D variantı. 14. D şəkildəki cismin səthə etdiyi təzyiq P, təzyiq qüvvəsi F-dir. Cismin tərsinə çevirdiyi onun səthə etdiyi təzyiq və təzyiq qüvvəsi nəyə bərabər olar? Gəlin baxalım görək, birinci təzyiq qüvvələrini müqayisə edək. F təzyiq bərabərdir MC. Bəs cismin səthə göstərdiyi təzyiq qüvvələrini müqayisə etmək istəyirsə, F təzyiq bərabərdir MC düsturuna baxırıq. Və bu cismi biz tərsinə çevirsək, forması necə olacaq? Baxın, uşaqlar tərsinə çevirəndə artıq bu hissə belə, bu hissə belə. Bura 2S olacaq, burada S olacaq. Bu cismi tərsinə çevirdikdən sonra kütləsi dəyişdi, xeyr, J də dəyişmir. Onda təzyiq qüvvəsi dəyişməyəcək. Yəni, əvvəlcə təzyiq qüvvəsi ilə F idisə, yenə də F olacaq. Yəni, F təzyiq 2 bərabərdir F-ə. Yəni, dəyişmədi, sabit qaldı. İndi keçək təzyiqimizə. Təzyiq P bərabər 5 cisimlərin səthə göstərdiyi təzyiqi hesablamaq üçün P bərabər F təzyiq bölünsün S düsturundan istifadə edirik. Görürsünüz ki, təzyiq qüvvəsi dəyişmədi, sabitdir. Səthin sayısına baxacağıq təzyiqi müqayisə etmək üçün. Əvvəl səthin sayısı, deməli, sahə neçə idi? Toxunan səthin sayısı 2S idi. İndi çevrildi, gəldi S-ə. 2S-dən S-ə gəldi. Sahəmiz neçə dəfə azaldı? 2 dəfə azaldı. Sahə 2 dəfə azaldısa, təzyiqimiz də 2 dəfə artacaq. Yəni, əvvəl P idisə, indi F P2 bərabərdir 2P-yə. Təzyiqimiz 2 dəfə artdı. Deməli, 2PF D variantı. 15. Hansı ifadələr doğrudur? Modulca fərqli elektrik yükünə malik iki metal kürə bir-birinə toxundurulduqdan sonra. Deməli, modulca fərqli elektrik yükünə malik, yəni ədədi qiymətcə fərqli iki metal kürə bir-birinə toxundurulduqda. Deməli, biri müsbət, digəri mənfi yüklənir. Yüklərin cəbri cəmi dəyişmir, hər ikisi eyni işarəli yükə malik olur. Cavabımız olacaq uşaqlar, yüklərin cəbri cəmi dəyişmir. Bir də hər ikisi eyni işarəli yükə malik olur. 3. Biri müsbət, digəri mənfi yüklənir, xeyr. Toxundur varaladıqdan sonra yadınıza düşürmü? Q1 iştirik bərabərdir Q2 iştirikə. O da bərabərdir Q1 plus Q2 bölünsün 2 düsturuna əsasən deyə bilərik ki, yüklərin cəbri dəyişmir və hər ikisi də eyni işarəli yükə malik olur. 2-3C variantı. 16. Eyni maddədən hazırlanmış iki metal naqilin ölçüləri şəkildə verilmişdir. Onların müqavimətlərinin nisbətini hesablayın. Biz R-in düsturunu yazalım uşaqlar. R bərabər idi Rho L bölünsün S. Eyni maddədən hazırlanıb deyənə xüsusi müqavimət eynidir. Baxırıq ki, uzunluqlar fərqlidir. En kəsin sahələri də fərqlidir. Mütənasiblik quracağıq. R1 bölünsün R2 bərabərdir. L1 bölünsün L2, L-lə uzunluqla düz. Amma sahə ilə en kəsin sayəsinin tərs asılıdır. S2 bölünsün S1. Ədədi qiymətləri yerinə yazağın. L1'imiz 2L-dir. L2'miz L-dir. Vuraq. S2'miz 3S'dir. 3S bölünsün. S1'imiz də S-dir. İndi ixtisarlarımızı eləyək. Qaldı necə? 6. Cavab oldu 6Y variantı. 17. Deyir, vakuum kondensatorun lövhələr arasında bir zərrəcik bərabər yeniləşən hərəkət edir, 2 zərrəcik sərbəst düşür, 3 isə bərabər sürətlə hərəkət edir. Hansı zərrəciyin yükü müsbətdir? Gəlin baxalım. Birinci bərabər yeniləşən hərəkət edir, bərabər yeniləşən hərəkət icra edir. Təcilimiz yuxarı yönəldirsə, deməli, sürətimizin də istiqamətləri yönəlməlidir. Yuxarı yönəlməlidir ki, yeniləşən hərəkət icra etsin. Onda hansı yüklü zərrəcik olacaq? Mənfi lövhəyə doğru gedən müsbət.
Deməli, birincimizdə müsbət oldu. Birinci müsbət oldu. Bir doğrudur. İkinci zərəciyimiz sərbəst düşür. Sərbəst düşürsə artıq təcilli hərəkət eləyir. J'miz də aşağı yönəldi. Özdə sərbəst düşəndə cismimiz necə hərəkət edirdi? Bərabər yeyinləşən hərəkəti icra edirdi. Yadınızdadırsa və bərabər yeyinləşən hərəkəti icra edirsə və sərbəst düşürsə V-nin istiqaməti boyun olacaq bu istiqamətdə. Onda hansı yüklü zərərcikdir müsbət lövhəyə cəzb olunan? Mənfi yük. Artıq burada mənfi oldu. 2-də mənfi oldu. 1-də müsbət oldu zərərciyimiz. 2-də mənfi oldu. 2-ni 1-də izah eləyirəm. 2-ni 1-də izah eləyirəm. Deyir ki, yüklü zərərciyimiz sərbəst düşür. Düşürsə deməli aşağı hərəkət eləyir və sərbəst düşəndə də necə hərəkət eləyirdi? Bərabər yeyinləşən hərəkəti icra edirdi. Yeyinləşən hərəkəti icra etməsi üçün deməli özdə müsbət lövhəyə gəlir, doğru gəlir. Fikir verirsiniz, hansı yüklü zərərcik olmalıdır? Mənfi yüklü zərərcik. Deməli 2-də də mənfi 3-ə keçirik. Deyir ki, 3 isə bərabər sürətlə hərəkət eləyir. Sürətin istiqamətini veribdir. Bərabər sürətlə hərəkət eləyəndə bizim əvəzləyici qüvvəmiz nəyə bərabərdir? Sıfıra. V vektor bərabərdir konstant olması üçün əvəzləyici qüvvənin 0 olması lazımdır. Əvəzləyicinin də 0 olması üçün bu yüklü zərərciyə təsir edən qüvvələrin ədədi qiymətcə bir-birinə bərabər olmalıdır. Aşağı doğru ağırlıq təsir eləyir. F ağırlıq belə yazaq. F ağırlıq. Və əvəzləyicinin 0 olması üçün elektrik qüvvəm də hara yönəlməlidir? Yuxarı yönəlməlidir ki, bu qüvvələr ədədi qiymətcə bərabər olub istiqamət çəkisi olmalıdır ki, əvəzləyicimiz bizə 0 versin. Və indi baxırıq ki, uşaqlar, intensivlik də bilirik ki, lövhələri bir də buradan təzəldən çəkirəm. Müsbət və də mənfi. İntensivliyimiz hansı istiqamət yönəlir? Müsbətdən mənfiyə. İntensivliyin istiqaməti. Buradakı yüklü zərərciyimizi gəlin çəkək. Aşağı doğru dedik mg. Yuxarı doğru da F elektrik təsir etməlidir. Yuxarı doğru da. Deməli, onda intensivlik istiqamətində qüvvə təsir edərsə hansı yüklü zərərcik olacaq? Müsbət yüklü zərərcik. İntensivliyin istiqamətli olan müsbət yüklü zərərcik. Deməli, buradakı yüklü zərərciyimiz də necə oldu? Müsbət. 3-də də oldu zərərciyimiz müsbət. Deməli, 1 və 3. 1 və 3 olan C variantı. 18. Elektromanqnit üçün hansı ifadələr doğrudur? Deməli, həm vakuumda, həm mühitdə yayılır, düzdür. İki mühitin ayrılma sərhəddindən qayıtma və bir mühitdən digərinə keçdikdə sınma xassəsinə malikdir, düzdür. Enli və uzunluğa dalğalar olmaqla 2 növ bölünür. Bu mexaniki dalğalardır. Mexaniki dalğalar. Cavab oldu 1 və 2. D variantı. 19. Neytron intensivlik vektorunun əksi istiqamətində potensiallar fərqi 20 volt olan 2 nöqtə arasında hərəkət etdikdə kinetik enerjisi necə dəyişər? Neytron yüksüz zərərcikdir, Q isə 0-a bərabərdir. Ona görə də ona qüvvə təsir etmir. Yüklü zərərcik qüvvə təsir etmirsə, o sahədə düz xətli bərabər sürətli hərəkəti icra edəcək. Düz xətli bərabər sürətli hərəkətdə də kinetik enerjimiz dəyişmir, sabit qalır. Dəyişməz. D variantı. 20. Kondensatorlardakı gərginliklər arasında hansı münasibət doğrudur? Necə birləşmədir? Ardıcıl birləşmədir. Ardıcıl. Ardıcıl birləşmədə hansı kemiyyətlər sabit olurdu? Q konusda olurdu. Düsturumuzu yazaq. U bərabərdir. Düsturumuz Q bölünsün S-yə. Q'lər konusdur. U'muz S ilə necə asılıdır? Tutumdan tərs mütənasib asılıdır. İndi gəlin asılı qurağın. U1 bölünsün U2 bərabərdir. S2 bölünsün S1. S2 bölünsün S1. O da bərabərdir. S2'miz nə qədərdir? S. S1'imiz neçədir? 4S. Elədi neçə? 4'də 1. Çarpaz vurubacaq. U2 bərabərdir. 4U1'ə. U2 bərabərdir. 4U1'ə. B variantı. 21. Riyazi rəqqasının asılma nöqtəsi şaqili yuxarı yönəlmiş A bərabər düşey təcili hərəkət etməyə başlayarsa, onun rəqs tezliyi necə dəyişər? İndi birinci, deməli, nü1 bərabərdir. 1 bölünsün 2 pi kök adda. Deməli, J bölünsün L'dir. İndi yuxarı yönəlmiş A təcili hərəkətə başlayıb. Özdə 3J ilə A-nı yerinə 3J yazacaq. Onda nü2 bərabərdir. 1 bölünsün 2 pi kök adda. Yuxarı yönəlmiş təcili hərəkət edirsə J plus A bölünsün L düsturundan istifadə edəcəyik. Gətirib ədədi qiyməti yerində qoyaq A-nın.
Onda olacaq 1 bölünsün 2 pi kök altda j üstə gələk 3j bölünsün elə. Buradan da nəticəmiz nə olacaq? 1 bölünsün 2 pi kök altda 4j bölünsün elə. 4j bölünsün elə. Baxın, əvvəl deməli j bölünsün elə idi. İndi 4j bölünsün elədir. Nisbəti tapanda nisbət bizə nəyi verəcək? Artıq n1 bölünsün n2. Bax, nisbət də yaza bilərsiniz. J ilə artıq necə asıldı? Düz asıldı. Kök altı düz. Yəni artıq burada yazacağım j, burada yazacağım 4j. Nəticəmiz nə olacaq? Çıxdı. Bizə verəcək 2-də 1. Buradan da biz n2-ni tapsaq, n2 nəyə bərabər olacaq? Gəlin yuxarıdan yazım. n2 bərabərdir. Deməli, 2 n1-ə. Yəni 2 dəfə nə edəcək? Artar. 2 dəfə artar. D variantı. 21. Verilmiş kütləli bir atomun diaqazın həcminin mütləq temperaturdan asılı qrafiki verilmişdir. Qaz molekulanın orta kinetik enerjisinin təzyiqdən asılılıq qrafikini çəkək. Gəlin baxaq indi uşaqlar birinci hansı qəmiyyətlərimiz? Hansı qəmiyyətimiz sabitdir uşaqlar? Temperaturumuz. Deməli izotermik prosesdir. T bərabərdir konstant. Yazdıq mı? Və həcmimiz də nə edir? Həcmimiz də görürsünüz getdikcə artır. 1-dən 2-yə gedəndə həcmimiz artır. İndi qrafikimizi çəkməliyik. Y kinetikin, orta kinetik enerjini təzyiqdən. Bizim orta kinetik enerjini Y kinetikin təzyiqdən asılı. Bizə deməli nə lazımdır? Bir kinetik enerji müəyyən etmək lazımdır. Bir də təzyiq. Və görürük ki, temperatur sabit. Temperatur sabit olanda demişdik ki, kinetik enerjimizdə, orta kinetik enerjimizdə necə olmalıdır? Sabit. Sonra həcmimizlə də izotermik prosesdə həcmlə təzyiq necə mütənasibdir? Tərs mütənasib asıldır. Həcm nəyidir? Artır. Həcm artırsa təzyiq azalmalıdır. Deməli, kinetik enerjimiz sabit olmalıdır və təzyiqimiz azalmalıdır. Baxın, 1-dən 2-yə. Cavabımız olacaq Y variantı. 23. Bir hansı ifadələr doğrudur? Verilmiş materialdan hazırlanmış məftil uzunluğunu dəyişmədən en kəsin sayısını artırıb yenidən həmin yükü asdıqda. Deməli, verilmiş material deyirsə, Young modulu sabitdir. Konst. Bərçisinlərdən gedir söhbət. Məftilin uzunluğunu dəyişmədən L0'ımız da konstdur. En kəsin sayısını artırmışıq. M də konstdur, eyni yükü asmışıq. Və en kəsin sayısını artırmışıq. S artırmışıq. Sərtlik əmsal. Sərtliyin düsturunun, birinci sərtliyin düsturunu yazaq. K bərabərdir. SY bölünsün L0. SY bölünsün L0. Və baxırıq ki, Young modulu sabitdir. Başlanğıc uzunluğu sabitdir. En kəsin sayısını artırmışıqsa, sərtliyimiz nə edəcək? Artacaq. Yəni 1 düzdür. Cavabımız 1 düzdür. 2 getdi səhvdir. Mexaniki gərginlik. Mexaniki gərginliyin düsturu sigma bərabər idi. Deməli, F bölünsün S-ə. F-i də açanda mj bölünsün S-dir. M-imiz nədir? Sabitdir. J sabitdir. S-imiz artıbsa, deməli, mexaniki gərginliyimiz azalacaq. 4 düzdür. 1, 4. Sonra keçirik mütləq uzanma. Mütləq uzanmanın delta L-in düsturu. Delta L bərabərdir. Düsturumuz var idi. F vuraq L0 bölünsün SY. O da bərabərdir. F-in də yerinə mj vuraq L0 bölünsün SY yazacağıq. Buradan deməli M sabitdir, J sabitdir, L0 sabitdir, Y sabitdir. S-imizi nə etmişik? Artırmışıq. S artıbsa delta L-imiz azalacaq. Mütləq uzanmamız da azalar 6. 1, 4, 6. 24. İnduktivliyi 0,2 Henry olan sarğacda maqnit sahəsinin enerjisi 90 mJ olarsa, sarğacdakı cəryan şiddəti nəyə bərabərdir? Deməli, elimiz induktivli el hərfi ilə işarə olunur. 0,2 Henry. Maqnit sahəsinin enerjisi W bərabərdir. 90 milli-joule olarsa, onu da joule-a çevirəndə 90'ı vuracağım 10 üstü mənfi 3'ə. O da bizə verəcək necə? 0,9 joule və deyir ki, cəryan şiddətini i-ni tapın. I bərabərdir sual işarəsi. W-nin belə bir düsturu var. W-nin L-i-nin kvadratı bölünsün 2.
Buradan biz i'ni tapanda i niyə bərabər olacaq? i bərabər kök altı 2 w bölünsün elə. Ədədi qiymətləri yerinə qoyaq, hesablayaq. Kök altı 2 vuraq w-miz neçədir? 0,9 bölünsün. Elimiz də 0,2. 0,2. Bunlar ixtisar getdi. 2'lər ixtisar getdi. Qaldı necə? 3. Cavab oldu 3. 25. Şəkildə təsvir edilmiş 1, 2 və 2, 3 proseslərinin hər ikisində verilmiş kütləli bir atomun ideal qaz eyni istilik miqdarı alır. Deməli, Q'lərimiz eynidir. Hər iki halda Q bərabərdir konstant. Yəni, həm 1, 2, həm də 2, 3 aralığında aldığımız istilik miqdarlarımız eynidir Q'lər. Deyir, 1, 2 prosesində qaz 10 kilojol iş görübdür. Deməli, 1, 2 prosesində qazın gördüyü iş 1, 2 prosesində H-diriximiz 10 kilojola bərabərdir. Deyir, 2, 3 prosesində nə qədər iş görər? A, 2, H-dirix 2, 3 bərabər sual işarəsi. Gəlin proseslərin adını yazalım. Birinci, ikinci aralıq, 1-2 aralıq. 1-2 aralığı görürsünüz hansı kemiyyət sabiti? Temperatur. Temperatur T konstu. T konstu olanda termodinamikanın birinci qanun riyazi ifadəsi necə olacaq? Delta U sıfıra getdi. Q deməli A bərabərdir. Q bərabər yazaq. Q bərabərdir H dirixə. Belə bir düstur var idi. Bizdə görürük ki, artıq A12 iştirix nəyə bərabərdir? 10 kilojol. Deməli, bizim sistemə verilən istilik miqdarımız 10 kilojol olacaqmı? Və dedik ki, həm birinci, 1-2 aralığında, həm də 2-3 aralığında verilən istilik miqdarları eynidir. Yəni, burada 10 kilojol istilik miqdarı alıbsa, sistem 2-3 aralığında da 10 kilojol istilik miqdarı alacaq. Yəni, indi keçirik 2-3 aralığına. 2-3 aralığının adını yazaq, hansı prosesdir? Fikir verirsinizsə, deməli, V, T-dən düz mütənasib asılıdır. Nə zaman? Təzyiq sabit qalanda, izobar prosesi, P konstu və sistemə verilən istilik miqdarı da Q nə qədərdir? 10 kilojol. İndi bizdən görülən iş istəyir. H-dirixin istilik miqdarından asılı bir düstur var idi ki, sistemə verilən 2-3 aralığı, sistemə verilən istilik miqdarının yalnız 0,4 hissəsi işin görülməsinə sərf olunurdu. Yəni 0,4 vuraq 10. Sarı getdi, qaldı necə? 4 kilojol. 4 kilojol. Cavabımız oldu. Deməli, 4 kilojol. deyir, sarğacda cəryan şiddəti 0,2 saniyədə 0,8 amperdən 0,2 amperə qədər azaldıqda 1,5 volt öz-özünün indüksiya EHG-si yaranır. Sarğacın indüktivliyini hesablayıb. Gəlin verilənləri yazalım. T-miz deməli 0,2 saniyədir. I1-miz 0,8 amperdir. I2-miz bərabər 0,2 amper. Sonra sarğacın sarğacda yerinə öz-özünün indüksiya EHG-si. EHG indüksiya 1,5 voltdur. Sonra deyir sarğacın indüktivliyini L bərabərdir sual işarəsi. Deməli uşaqlar, bizim belə bir düsturumuz var. EHG öz-özünün indüksiya elektrik hərəkət qüvvəsi bərabərdir mənfi L. Delta I bölünsün delta T düsturumuz var. Gəlin birinci biz buradan delta I-ni hesablayaq uşaqlar. Delta I-mizi görək nəyə bərabər olacaq. Delta I nəyə bərabərdir? I2 çıxaq I1. O da bərabərdir. I2-miz 0,2 çıxaq 0,8 bizə verəcək mənfi 0,6 amper. Deməli, dəyişməmiz mənfidirdi. Burada düsturda da mənfi var. Bu dəyişmə də mənfi verəcək. Mənfi nə edəcək? Müsbət eləyəcək. Deməli, düsturumuz oldu. Müsbət belə. L tapırıq biz buradan. L bərabərdir. L tapanda EHG indüksiya vuraq delta T bölünsün delta I-yə. O da bərabərdir. EHG indüksiyamız 1,5 vuraq. Delta T-miz 0,2 bölünsün 0,6. Bundan bu getdi. 6 ilə 2 getdi 3. 1,5-i də 3-ə böləndə 0,5. Henry. 7. Deyir, uyğunluğu müəyyən edin. Rəqs konturunun sarğacındakı cəryan şiddətinin zamanla asılı qrafik vermişdir. 0,1 hissəsində deməli, görək kəmiyyətlərimiz necə dəyişəcək. Cəryan şiddətinin zamanla asılı qrafikdir. Görürsünüzmü? 0-dan 1-ə gedəndə
bizim cəryan şiddətimiz nədir? Artır. Deməli, cəryan şiddətimiz artırsa, sarğıcdakı cəryan şiddətimiz artırsa, artıq sarğacaq xas kəmiyyətlərimiz də artacaq. 0-dan 1-ə gedən kimi. Yəni, maqnit sahəsinin enerjisi artacaq. Maqnitseli artacaq fiyimiz. Amma kondensator xarakterizdən fiziki kəmiyyətlər isə azalacaq. Yəni, məsələn, gərginliyimiz azalacaq, yük azalacaq. Gəlin baxaq indi bir-bir. Kondensatorun gərginliyi necə dəyişər? Gördünüz, gərginlik nə etdi? Azaldı. A getdi bura. Sarğacdakı B-ni oxuyuramda, sarğacdakı maqnitseli. Maqnitseli nə etdi? Artdı. Maqnitseli artdı. Deməli, gətirib B-ni buraya yazıram. 0-dan 1-ə gedəndə. Kondensatorun elektrik sahəsinin enerjisi. Amma elektrik sahəsinin enerjisi azalacaq uşaqlar. C getdi bura azalara. Sarğacın maqnit sahəsinin enerjisi artar. D getdi bura. Tam enerji isə artıq hər iki halda tam enerjimiz sabit qalır. Konus qalır. Yəni, bu da 7 bura getdi. Məhlullarda elektrik cəryanı araşdırma dərsində müəllim şagirdlərə sxem verilmiş dövrəni qurmağı təklif edir. Dövrə qapandıqda ardıcıl qoşulmuş vannaya distil olmuş su əlavə olan halda ampermetrin göstərişi 0-a bərabərdir. Vannaya bir qədər mis 2 xlor düzü əlavə etdikdə ampermetrin və voltmetrin göstərişləri I bərabər 5 amper, O bərabər 30 volta bərabər olur. Mis üçün elektrokimyəvi ekvivalentimizin də dəqiq qiyməti 0,3/10⁻6 qəbul edilmişdir. Gəlin indi uşaqlar baxaq, buradakı sualları oxuyaq görək bizdən nə istəyir. Vannaya bir qədər mis 2 xlor düzü əlavə etdikdə dövrədəki cəryanın yaranma səbəbini izah edin. Vannadakı hansı elektrod üzərində misin ayrılması baş vermişdir? Gəlin birinci şəklin sxemi sxem haqqında biraz məlumat verim. Bu elektrotik vannadır. Elektrotik vannanın içərisində 2 dənə kömür elektrodu yerləşdirirlər və cəryan mənbəyinin, bu müsbət qütbdə mənfi, cəryan mənbəyinin müsbət qütbünə birləşdirilən elektrodumuz adlanır anod və cəryan mənbəyi mənfi qütbünə birləşdirilən elektrod adlanır katod. İndi gəlin proses haqqında biraz məlumat verim. Birinci elektrolitik vannanın içərisində distil olmuş su əlavə olunubdur. Distil olmuş su əlavə etdikdə artıq burada sərbəst hərəkət edə bilən yüklü zərrəciklərimiz olmur. Distil olmuş saf su, təmizlənmiş su nəzərdə tutulur. Qaçışlardan təmizlənmiş su nəzərdə tutulur. Deməli, bizdə də cəryanın yaranma şərti nədir? Əsas şərti maddədə sərbəst hərəkət edə bilən yüklü zərrəciklər olmalıdır. Və distildə olmuş suyun içərisində sərbəst hərəkət edə bilən yüklü zərrəcik olmadığına görə görürsünüz, bir ampermetrin göstərişi 0-a bərabər olacaq. Yəni, I-nin 0 olması nə deməkdir? Ampermetrin göstərişinin 0 olması. Yəni, dövrdə elektrik cəryanı yaranmır. İkinci halda artıq biz vannaya mis-2 xlorid düz əlavə edirik. Mis-2 xlorid düz əlavə edəndən sonra burada bir proses baş verir. Burada elektrolitik dissosiasiya proses baş verir. Elektrolitik dissosiasiya prosesi nədir? Neytral molekulların deməli, suda parçalanması nəticəsində müsbət və mənfi iyonların yaranması prosesinə elektrolitik dissosiasiya prosesi deyilir. Yəni, artıq burada məhlullarda elektrik cəryanının yaranmasının əsas səbəbi nədir? Burada o mis-2 xlorid iyonu iyonlara parçalanır. Bir, deməli, müsbət mis iyonuna, 2 dənə də xlor iyonuna parçalanır və bu iyonların hərəkəti nəticəsində məhlullarda elektrik cəryanı yaranır. Mis iyonları müsbət olduğuna görə artıq cəryan mənbəyi hansı qütbünə cəzb olunacaq? Mənfi qütbünə. Mənfi qütbünə birləşdirilən elektrodumuz da nə adlanır? Katod. Deməli, mis iyonlarımız katoda doğru hərəkət eləyərək katodun səthində mis təbəqəsi şəklində ayrılacaq, toplanacaq.
Xlor ionları isə mənfidir uşaqlar. Cəryan mənbəyinin müsbət qütbünə doğru cəzb olunacaq və müsbət qütbə birləşdirilən elektrodumuz da adlanır anod və anodun səthində qaz qabarcıqları şəklində toplanacaq. Mis ionları katodun səthində mis təbəqəsi şəklində toplanır. Xlor ionları isə anodun səthində qaz qabarcıqları şəklində toplanacaq. 29. Bir saat ərzində elektrod üzərində neçə qram mis ayrılar? Deməli, gəlin verilənləri yazaq. T bərabərdir 1 saat. O da bərabərdir 3600 saniyə. Cəryan şiddətimiz I bərabərdir 5 amper. Və K-mızda K bərabərdir 0,3/10⁻6-dır. Onu 3/10⁻7 şəklində yazıram. Bizdən M istəyir. M bərabər sual işarəsi. M-in düsturu M bərabərdir KIT. O da bərabər K-mız 3/10⁻7 vuraq. I-miz 5 vuraq. T-miz də 36/10⁻2 formada yazaq. Deməli, 5 ilə 36 eləyir 150, 30, 180. Bu elədi 180, bunlar elədi 180. Bunu da sıfırı silirəm, bura qaldıram 10 üstü 3, 18, 3, 54, vuraq 10 üstü, 10 üstü -7, 10 üstü -3, 10 üstü -4 kilogram. Amma bizi cavabımızı qramdan istəyir. Qramdan istəyəndə vuracam 54, vuraq 10 üstü -4'ü, vuracam -3'e qram. O da bərabərdir 54, vuraq 10 üstü -1 qram, deyilib 5,4 qram. 30. Deyir, bir saat ərzində elektrod üzərində misin ayrılmasına sərf olunan enerji neçə jouldur? T bərabərdir 1 saat, 3600 saniyə. Sonra sərf olunan enerji. Deməli, U-muz da bərabərdir. U-muz burada verilibdir 30 volt. 30 volt. Gəlin indi düsturumuzu yazaq. W bərabərdir. Q vuraq, o düsturumuz var idi. Buradan da Q-ni açanda KI IT, IUT. O da bərabərdir. İ'mizdə 5 idi, səhvləmirəmsə. 5 vuraq, U'muz 30, T'mizdə 3600. Deməli, yenə də 5, 36, 180. Bu belə eləyəcək də. Deməli, bunları bir-birinə vuranda eləyəcək. Buradan yuxarıdan yazaq. 18.000 eləyəcək. O da bərabərdir. 18 də 3'e vuranda 54. 54 vuraq. 10 üstü 3. Bu da 10 üstü 4. Nədir? Joule. Bunu da kilojoule istəyib, amma kilojoule da çevirə bilərik. 1000'ə bölə bilərik. 540 kilojoule.